Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycanın baş naziri Əli Əsədov Tacikistanın paytaxtı Düşənbə şəhərinə işgüzar səfəri çərçivəsində MDB Hökumət Başçıları Şurasının üzvlərinin həmin ölkənin prezidenti Emomali Rəhmon ilə görüşündə iştirak edib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər sakin şəhər ərazisindən tapdığı avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib. Tədbirlər zamanı 10 nəfər sakindən isə müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir. İyun ayının 5-də saat 3 radələrində Qazax rayonu Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə ilkin araşdırmalara görə BMW markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan 4 nəfər 28 yaşlı Ramal Vəliyev, 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər. Faktla bağlı Qazax rayon polis şöbəsində cinayət işi başlayıb. Qəzanın baş vermə səbəblərinin araşdırılması məqsədi ilə müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir. İyunun 4-də saat 20 radələrində Babək rayon Şəkərabad kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Naxçıvan Respublikası prokurorluğunun məlumatında bildirilib. Qeyd edilib ki, araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihat Qoçəliyevin anası Leyla Qoçəliyevanı kəsici, deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Tehrana səfər edəcək. Missiya xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib. Səfir həmçinin Rusiyanın İranın qaz layihələrinə 8 milyard dollar sərmayə qoyacağını da bildirib. Onun sözlərinə görə indiyədək təxminən 5 milyard dollar sərmayə qoyulub və qalan müqavilələr tezliklə imzalanacaq. Mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi 5 iyun saat 15-dən etibarən başlayır. Qeydiyyat 20 iyun tarixinə qədər davam edəcək. Qeydiyyat prosesi yalnız şagirdlərin elektron yerdəyişmə portalı https://sy.edu.az vasitəsilə aparılacaq. Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər. Qeyd eləyək ki, lisey və gimnaziyalara qəbul imtahanı bu tarixlərdə həyata keçiriləcək. 25 iyun 2025-ci il 7 və 8-ci siniflərə qəbul, 26 iyun 2025-ci il 6-cı siniflərə qəbul, 27 iyun 2025-ci il 5-ci siniflərə qəbul. Bugün UEFA Millətlər Liqasında sonuncu finalçı müəyyənləşəcək. Almaniyada təşkil olunan raundun ikinci günündə İspaniya Fransa ilə üz-üzə gələcək. İngiltərəli referi Michael Oliverin idarə edəcəyi qarşılaşma Stuttgart Arenada Bakı vaxtı ilə saat 23-də start götürəcək. Qeyd eləyək ki, ötən gün baş tutan ilk yarımfinal maçında Portuqaliya millisi Almaniyanı 2-1 hesabı ilə məğlub edərək adını finala yazdırıb. UEFA Millətlər Liqasında final və 3-cü yer uğrunda oyunlar iyunun 8-də keçiriləcək. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.